Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. 70 rəqəminə qədər neçə natural ədəddə 6 rəqəmindən istifadə olunub? Bu testi həll etmək üçün 6 rəqəmindən istifadə olunmuş natural ədədlərimizi yazacaq. İlk öncə 6, sonra 16, sonra 26, sonra 36, sonra 46, sonra 56, sonra isə 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69. Diqqətlə baxırıq ki, bizə deyir ki, 70 rəqəminə qədər neçə natural ədəddə 6 rəqəmindən istifadə olunub. Biz də baxırıq ki, 6, 1, sonra 16, 2, 26, 3, 36, 4, 46, 5, 56, 6 və 60-da da 6 rəqəmindən istifadə olunub. 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 və 16 D variantımıza uyğun gəlir. Bir də burada məsələnin işarətinin qoyuluşuna diqqətlə yanaşmaq lazımdır. Burada deyə bilərdi ki, 70 rəqəminə qədər neçə 6 rəqəmindən istifadə olunub? Əgər işarəti belə qoysaydı, onda biz 66-dakı 6-nı 2 sayacaqdıq. 70 rəqəminə qədər neçə natural ədəddə 6 rəqəmindən istifadə olunub indi şərti qoyub. Amma deyə bilərdi ki, 70 rəqəminə qədər neçə 6 rəqəmindən istifadə olunub. Onda 66-da 2 6-dan istifadə olunduğuna bunu 2 sayacaqdı və 17 6 rəqəmindən istifadə etmiş olacaqdı. Amma bizə deyir ki, neçə natural ədəddə 6 rəqəmindən istifadə olunub. 66 da özü bir natural ədəddir və onda 66-da da 6 istifadə olunduğuna 1 sayılır deyə bizim düzgün cavabımız D variantda 16 oldu. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.